Embriyo transfer mərhələsinə gəldiyimizdə biz ginekoloqlar bir cütlüklə məsləhətləşirik. Təbii ki, bu məsləhətin ən önəmli məqamı embrionun keyfiyyətidir. Deyək ki, sonsuzluq yoğun olan bir səbəbdən gəlir, yoğun kişi faktoru var və yaxud yaşlı xəstə qrupudur, qadının yaşı 40 yaşın üstündədir. Bu cütlüklərdə biz birdən artıq embriyo transferinə qərar verə bilirik və deyək ki, 2 embriyo transfer etdiyimizdə bu cütlüyün əkiz hamiləlik olma ehtimalını qaldırırıq. Təxminən bu şans %40% civarlarındadır. Təbii ki, öncədən əkiz hamileliyin hər hansı bir fəsadı ola bilər, necə daşıyacaq, hamiləlik boyunca nə ilə üzləşə biləcək, təxmini bu məqamlara toxunuruq və bu qərarı cütlüklə bir yerdə alırıq. Doğrudan da fərqli mərkəzlərdə hətta 3 embriyo transfer praktikası da var deyə əkiz və 3M hamiləliklərlə üzləşə bilirik. Bunun müsbət tərəfləri var, amma biz həkimlər üçün biraz daha fərqli tərəflərə toxunum. Hamiləliyin gedişatında bəzi fəsadlar yaşana bilər. Bu hamiləliklər ikinci trimestrdə ya arterial təzyiq problemi, ya gestasional şəkərli diabet problemi, ya vaxtından tez doğum problemindən üzləşə bilərlər. Ona görə tərcihimiz əgər mümkündürsə, təbii ki, tək embriyo transfer önəririk.